Salamlar hər kəsə. Bugün sinif 8, bölmə 5 yanma reaksiyaları, oksidləşmə reduksiya reaksiyaları və də oksidlərə aid test tapşırıqlarına bərabər baxaq. Birinci fəaliyyət hissədən başlayaq. Fəaliyyət hissədə reaksiyalar verilibdir, onları əmsallaşdırmaq lazımdır. Reaksiyanın solunda olan hissə reaksiyaya daxil olan maddələr, reaksiyanın sağında olan maddələr isə reaksiya məhsulları adlanır. Sink sulfidin yanma reaksiyasından sink oksid əmələ gəlir. Əsas oksid, sink dioksid əmələ gəlir, kükürt dioksid əmələ gəlir. İndi bunları əmsallaşdıraq. Əmsallaşdırdığımız zaman solda yerləşən atomlarla sağda yerləşən atomların sayı bərabər olmalıdır. Məsələn, burada 3 oksigen atomu var, burada da olmalıdır. Bura 3 oksigen atom qoyduğumuz zaman bura 2 olduğu üçün 1/5 düşür. Əmsallaşdırmada kəsr ədədlər olmaz. Ona görə bura 3 yaza bilərik. İndi başlayaq. Bura 3 yazsaq, 6 oksigen atomu var solda. Sağda da 6 oksigen atomu olmalıdır. Bura 2 yazırıq. Deməli 2 sink oksidi var. Burada 2 yazırıq. Burada 2 kükürt atomu var. Ona görə burada 2 yazmalıyıq. Deməli 2 sink sulfid, 6 oksigen atomu və 2 sink atomu, 2 kükürt atomu var. Deməli, əmsallaşdırmamız doğrudur. Hər tərəfdə olan atomlarımız sayı bərabərdir. İndi baxaq metanın oksigende yanma reaksiyasına. Üzvü maddələr yanarkən karbon qazı əmələ gəlir, bir də H2O əmələ gəlir. Yenə atom sayları bərabər olmalıdır. Burada 3 oksigen atomu var. Bura 1/5 düşür. 1/5 olmadığı üçün, kəsr ədədi olmadığı üçün bura 3 yazmalıyıq. Deməli, 6 oksigen atomu olmalıdır. Bura 2 yazaq. Ona görə burada 2 yazmalıyıq. Deməli, 2 karbon atomu var. Bu tərəfdə də 2 karbon atomu var. Burada 8 hidrogen atomu var. Ona görə burada 4 yazmalıyıq. Bəli, bu şəkildə yazdıq. İndi baxaq. Deməli, 2 karbon atomu doğru. 8 hidrogen atomu doğru. Və baxırıq, burada 8 oksigen atomu var. Ancaq burada 6'dır. Ona görə onu da dəyişdirir, 4 yazırıq. Deməli, 4O2 olmalıdır. Bu şəkildə olanda reaksiyamız tam doğru alınır. Davam edək. Glukozanın yanma reaksiyasıdır. Burada 6 karbon atomu var deyə 6 karbon qazı əmələ gəlir. 12 dənə hidrogen atomu var. Onda 6 H2O əmələ gələsidir. İndi oksigen sayına baxaq. 12 burada var. 6'nı 2'ye vurdum. 12 oksigen atomu. 6 da burada. Neçə edilədi? 12, 6, 18. Burada da 6 var. 18'den 6'nı çıxdım. 12. Deməli, 6 dənə də bura olmalıdır. Hər tərəfdə 18 oksigen atomu. Hər tərəfdə 18 oksigen atomu olasıdır. Amoniakın yanma reaksiyası yanan zaman N2 əmələ gəlir. Bir də H2O əmələ gəlir. Burada 4 azot atomu var. Ona görə bura 2 yazıram. Bu azot atomları tamamlandı. 12 hidrogen atomu var. Ona görə bura 6 yazıram. 6 oksigen atomu doğrudur. Burada da 6 oksigen atomu doğrudur. Reaksiyalar əmsallaşdırması bitdi. İndi keçək suallara. Suallarda birinci sualda deyilir. Hansı oksidin formulu düzgün verilibdir? Lityum oksid. Lityum sabit valentlidir. Sabit oksid valentlik göstərilmir. Lityum oksid deyilir. Oksigen 2 valentlidir. Lityum 1 valentli. 2 bura düşür. Bu şəkildə olmalıydı. Bu yanlışdır. Deməli, lityum 2 olmalıydı. Lityum 2 O şəklində olmalıydı. Bu yanlışdır. Hansı doğrudur, onları seçməliyik. Kalsiyum oksid. Kalsiyum oksiddə kalsiyum 2 valentlidir. Oksigen 2 valentlidir. Birin birə nisbətində olmalıdır. Bu da yanlışdır. Üçüncüyə baxaq. Alüminium oksid doğrudur. Alüminium 3 valentlidir. Oksid sözü deyilir. Valentlik göstərmir və bu doğrudur. Alüminium 3 valentlidir. Oksigen 2 valentlidir. İndekslərə düşür. Alüminium 2 O3. Deməli 3 doğru. 3 doğru. İndi sink oksidə baxaq. Sink sabit valentlidir. 2 valentlidir. Və oksigen 2 valentlidir. Birin birə nisbətində olur. Sink oksid. Bu da doğrudur. Deməli, doğru olanlar 3 və 4. 3 və 4 doğru olacaq. 1 və 2 yanlışdır. 1 və 2 yanlışdır. İndi ikinci sualımıza baxaq. X-in oksidləşmə dərəcəsini tapın. Ümumiyyətlə,
birləşmənin cəmi, birləşmələrdə olan atomların oksidaşmə cəmi 0 olmalıdır. Oksigen sabit valentlidir və oksidaşmə dərəcəsi sabitdir. Oksigen -2-dir. 2-ni vururuq 2-yə -4 eləyir. İndi cəm 0 olsun deyə x də müsbət 4 olacaq. Deməli, x-in oksidaşmə dərəcəsi müsbət 4 olacaq. Üçüncü suala keçək. Hansı maddənin oksigenlə reaksiyası endotermikdir? Endotermik reaksiya zamanı istilik udulur və mənfi Q ilə işarə olunur. Baxın, hansı maddənin oksigenlə reaksiyası endotermikdir? Oksigenlə yanma reaksiyaları normalda eksotermikdir. Bildiyimiz kimi yanmada nə əldə edirik? İstilik, işıq əldə edirik. Yanmada ətrafa istilik verildiyi üçün eksotermik reaksiyaları olur. Yanma reaksiyaları eksotermikdir. Ancaq azotun oksigenlə yanma reaksiyası endotermikdir. Endotermik olasıdır. Əslində amma yanma reaksiyaları eksotermik reaksiyalara ayrılır. Azotun reaksiyası niyə endotermikdir? Çünki azot atomunda olan 3 qat rabitə oksigen atomları arasında olan 2 qat rabitəni qırmaq çətin olduğu üçün reaksiya endotermik baş verir. Eksotermik deyil. Üçüncü sualın cavabı azot oldu. Yəni oksigen reaksiyası endotermik reaksiyadır. Dördüncü sual, neytral oksidləri tapın. Neytral oksidlərə duz əmələ gətirməyən oksidlər də deyilir. Karbon monoksid, azot monoksid, silisium monoksid, bir də diazot monoksid deyilir. Baxın, üçündə qeyri-metalın sayı oksigen sayına bərabər olur. Digərində qeyri-metalın sayı oksigen sayından böyük olur. İndi baxaq, görək hansılar neytral oksidlərdir. Diazot monoksid. Diazot monoksid, bəli, neytral oksiddir. Deməli, birinci sualımız neytral oksidə aiddir. Diazot tiroksid. Xeyr, tiroksid, diazot tiroksid turş oksidinə aiddir. Bu aid deyil. N2O3'dür. Bu aid deyil. Azot dioksid. Azot dioksid də turş oksidinə aiddir. Bu da aid deyil. Karbon monoksid, bəli, bu turşu, bu neytral oksidə aiddir. Deməli, 1 və 4 neytral oksidlərə aiddir. Diazot monoksid, karbon monoksid, neytral oksidlərə, duz əmələ gətirməyən oksidlərə aid edilir. İndi keçək 5-ci sualımıza. 5-ci sualımızda nə deyilir bizə? Bu sualda bildiyimiz kimi yanma reaksiyalarında dediyimiz kimi solda olan maddələr sağdakı maddələrin atom sayları bir-birinə bərabərdir. 5-ci sualda deyilir, X maddəsi yandırılır. X maddəsinin molekul sayı 1'dir. Və oksigen yanır, oksigenin molekul sayı 5'dir. Yəni 1'in 5'ə nisbətində. Bir maddə yanasıdır. Əmələ gələn maddələr karbon qazı, H2O və O2'dir. Və onların da mol nisbətləri verilibdir. 2 karbon qazı, 3 H2O, 2 O2. Biz buna nisbətən, bunun sayına görə, bunun atom sayına görə X maddəsini tapa bilərik. Deməli, soldan sağa doğru başlayaq. Neçə karbon atomumuz var? Neçə karbon atomumuz var? 2 karbon atomumuz var. Neçə hidrogen atomumuz var? 6 hidrogen atomumuz var. Neçə oksigen atomumuz var? Ona da baxaq. 2, buraq 2, 4, pilius yazaq 3. Pilius yazırıq. 2 vuruq, yenə 4. Deməli, neçə oldu? 4, 4, 8, 11 oksigen atomumuz oldu. Deməli, sağ hissəmizdə bu qədər 2 karbon, 6 hidrogen, 11 oksigen. İndi sola baxırıq. 5-10 dənə oksigen atomu var. 10 dənə varsa, deməli, biri X-dədir. Çünki 11 buradadır. 10 dənəsi buradadır, deməli, X də bir dənəsidir. İndi baxaq, karbon 2 dənə. Karbon 2 yazıram, hidrogen 6 yazıram. Oksigenden də onu burada 1 çıxdıq, 1 ədəd qalasıdır. Deməli, molekulumuzun, X-imizin formulu karbon 2 H6 O şəklində və yaxud da karbon 2 H5 O şəklində də ola bilər. X maddəsinin formulu bu şəkildə olacaq. İndi 6-cı suala baxaq. Sink oksid karbonla reaksiyaya girir. Sink əmələ gəlir, bir də karbon monoksid əmələ gəlir. Burada oksidləşmə məhsulu hansıdır? Reduksiya məhsulu hansıdır? Oksidləşdirici maddə hansıdır? Gəlin, baxaq. Hansı oksidləşmə dərəcələri var? Oksigen -2'dir. Sink -2. Bəsit maddənin 0'dır.
Sink bəsit maddə olduğu üçün 0-dır. Oksigen mənfi 2-dir, karbon müsbət 2-dir. Deməli, sink müsbət 2-dən keçir sink 0-a. Baxın, burada özündən kiçiyinə keçdiyi üçün, özündən balaca oksidləşmə dərəcəsinə keçdiyi üçün bu oksidləşdiricidir. Oksidləşdirici elektron alır. Oksidləşdiricidir, proses reduksiya prosesidir. Reduksiya prosesdə bu sink oksid də reduksiya məhsuludur. Reduksiya məhsulu olacaq. Proses reduksiyadır, əmələ gələn maddə isə reduksiya məhsuludur. Karbon 0-dan karbon müsbət 2-yə keçir. Elektron verir, reduksiya edici. Proses oksidləşmədir. Bu əmələ gələn maddə oksidləşmə məhsulu adlanır. İndi oksidləşmə məhsulu karbon müsbət 2, karbon monoksid. Reduksiya məhsulu sink 0, sinkin özü. Oksidləşdirici maddə isə sink müsbət 2, sink oksid aid edilir. Bəli. 7-ci sualı da verilibdir ki, hansı oksidləşmə reduksiya reaksiyalarına aiddir? Paslanma və çürümə. Yəni elektron alışı ilə verişi ilə baş verən reaksiyalar oksidləşmə reduksiya reaksiyaları adlanır. Paslanma və çürümə bu reaksiyalara aiddir. Burada 8-ci sual X maddəsini tapacağıq. X maddəsi 2 moldur. Oksigen burada 6 ədəddir. 6 atom var. Oksigenin 6 atomu var. Burada mis 4 atomludur. Mis 4 atom var. Kükürdün 2 atomu var. Oksigenindən neçə dənədir? 2, 6. Oksigen 6. Deməli, oksigen X-də oksigen yoxdur. Çünki burada da 6-dır, burada da 6-dır. Deməli, X misdən və kükürddən ibarətdir. Mis 4 dənə, kükürd 2 dənədir. 2 mol olduğu üçün 2 yazıram. Mis 4 dənə olduğu üçün bura 2, kükürd də 2 dənə olduğu üçün bura 1 düşəsidir. Deməli, X maddəmiz mis 2S şəklində olacaq. İndi 9-cu sualımıza baxaq. Burada da yenə hansı reduksiya edicidir? Reduksiya məhsulu, oksidləşmə məhsulu, oksidləşdirici maddəni tapaq. Birinci dediyim kimi bəsit maddə 0-dır. 0 yazırıq. Birləşmənin gəmi 0 olmalıdır. Oksigen mənfi 2-dir, həmişə hidrogen müsbət 2-dir. Və burada kükürd müsbət 6 olasıdır. Baxaq bura, yenə burada kükürd müsbət. Baxaq, müsbət 2, müsbət 1 və müsbət 6 olur. Kükürd burada. Hidrogen müsbət 1, kükürd mənfi 2 olur. Mənfi 2, hidrogende müsbət 1 olacaq. Burada oksidləşmə dərəcəsi dəyişən elementlərimiz hansılardır? Natrium 0-dan keçir natrium müsbət 1-ə. Elektron verir. Elektron verdiyi üçün reduksiya edicidir. Reduksiya edici. Proses oksidləşmədir. Əmələ gələn maddə isə oksidləşmə məhsulu adlanır. Oksidləşmə məhsulu adlanır. İndi digərinə keçək. Kükürdə baxırıq. Kükürd müsbət 6-dan mənfi 2-yə keçdiyi üçün elektron alıbdır elektron. Ona görə kükürd oksidləşdiricidir. Proses reduksiyadır. Əmələ gələn isə reduksiya məhsuludur. Reduksiya məhsulu olacaq. İndi baxaq. Oksidləşmə məhsulu. Oksidləşmə məhsulu natrium müsbət 1. Natrium 2SO4. Budur. Reduksiya məhsulu H2S. Budur. H2S. Oksidləşdirici maddə isə kükürd müsbət 6 olan H2SO4 olacaq. Bəli. İndi keçək 10-cu sualımıza. 10-cu sualımızda görək nə deyilir. 10-cu sualımız məsələ həllidir. 10-cu sualda 10 qram glukoza deyib parçalanan zaman 6 litr oksigen əmələ gəlir. Normal insan 1 saniyədə 8 milli oksigen tənəffüs zamanı sərf edir. 1 qram glukozanın parçalanması zamanı yaranan oksigen neçə saniyə nəfəs almamıza sərf olunar. İndi baxaq, 10 qramda 6 litr. 1 qram glukoza parçalananda neçə litr oksigen əmələ gəlir? Burada gördüyümüz kimi 10-a bölünmüşdür. Ona görə bunu da 10-a bölməliyik. 2,06 litrdir. Milli ilə olduğu üçün
milliyə çeviririk. 1 litrimiz 1000 millilitrdir. 1 litrimiz 1000 millilitrdir deyən 1000-ə vurduğumuz zaman 600 ml eləyir. Deməli insan 1 saniyədə 8 ml oksigenini sərf eləyir. Biz 600 ml-ni oksigeni neçə saniyədə sərf eləyər? İkisi də bərabərdir. 75 saniyədə biz nəfəs aldığımız zaman 600 ml oksigen sərf edəsiyik. Cavab 75 saniyə olacaq. Deyir ki, 11-ci sualda hansı reaksiyalarda kükürt oksidləşir? Oksidləşir nə deməkdir? Reduksiya edici olur. Reduksiya edici nə deməkdir? Elektron verəndir. Yəni, kükürt burada özündən böyük oksigenləşmə dərəcəsinə keçəsidir. Elektronunu verib, özündən böyük oksigenləşmə dərəcəsinə keçid edəsidir. İndi baxaq. Görək, harada reduksiya edicidir? Harada reduksiya edici olur? Kalsium müsbət 2-dir. Müsbət 6 eləyir. Burada mənfi 2-dir. Mənfi 2. Burada fosfor müsbət 5 eləyəsidir. Müsbət 5. Deməli, fosfor müsbət 5. İndi fosfor 0-a. Digərlərimizi yazmamıza gərək yoxdur. Deməli, burada müsbət 5-dən 0-a keçdiyi üçün elektron aldı. Elektron aldı oksidləşdiricidir. 1 ola bilməz. Burada oksidləşdirici oldu. Reduksiya edici lazımdır bizə. İkinciyə baxırıq, fosfor 0-dan -2 müsbət 5-ə keçir. Özündən böyüyə keçdi. Elektron verdi. 5 elektronunu verdi, müsbət 5 oldu. Ona görə 2-də reduksiya edici olasıdır. Üçüncüdə 0-dır. Maqnezium müsbət 2-dir. Fosfor -3 olasıdır. Burada gördüyümüz gibi 0-dan -3-ə keçdiyi üçün, 0-dan -3 olduğu üçün burada da oksidləşdiricidir, reduksiya edici deyil. Burada 0-dır, xlor -1 dərmişəm. Burada müsbət 5 olasıdır, 0-dan müsbət 5-ə keçdi. Özündən böyüyə keçdiyi üçün burada reduksiya edici olasıdır. Cavab 2 və 4-də oksidləşir, yəni reduksiya edici olasıdır fosfor. 12-ci suala baxaq. Deyir ki, buradan hansılar lityuma aiddir, hansılar azot monoksidin yanmasına aiddir və üçüncüsü isə ortaqdır. Birinci reaksiyaları tamamlayaq. Lityumun oksigenin yanmasında lityum oksid əmələ gəlir və eksotermik reaksiyada yanma olduğu üçün müsbət Q əlavə edirik, eksotermikdir. Azot monoksidin yanmasından isə azotun yanmasına azot monoksid əmələ gəlir və endotermik reaksiyadır. Bunları yazdıq. İndi oksigenləşmə dərəcələrini yazaq. 0-dır hər ikisində oksigen, hər iki maddədə 0-dır. Burada -2, müsbət 1-dir lityum, -2, azot isə müsbət 2 olasıdır. Baxaq. Deyir ki, oksigenləşmə reduksiya məhsulu mürəkkəbdir. Oksigenləşmə və reduksiya məhsulları mürəkkəbdir. Bəli, gördüyümüz kimi mürəkkəb maddələrdir. Deməli, bir hər üçünə aiddir. Bir hər üçünə aid edilir. Eksotermikdir. Eksoda müsbət Q'dur. Yanma reaksiyalar eksodur. Ancaq azotun yanması endotermikdir. Deməli, 1-ə 2 düşəsidir. Davam edək. 1-ə 2 düşür. Sonra bura 2 yaza bilərik. Bura 1 yazaq ya da bura yazdıq. Oksigen oksidləşdiricidir. Oksigenin oksidləşdirici olması üçün özündən kiçiyinə keçməlidir. 0-dır, -2, hər ikisində oksidləşdiricidir. Deməli, ortaq olaraq 3 də buna aiddir. Reaksiya məhsulunun molekulunda 2 atom var. Bunda 3 atom var, bunda da 2 atom var. Deməli, 2-yə də 4 düşəsidir. 1-ə 2, 2-yə 4, 3-ə 1, 3 aid edilir. Reduksiya proseslərini göstərin. Reduksiya prosesi oksidləşdirici deməkdir. Oksidləşdirici də elektron alandır. Elektron alaraq özündən kiçiyinə keçəndir. Elektron alması lazımdır. Baxın, fosfor müsbət 5-dən fosfor müsbət 3-ə keçibdir. Deməli, 2 elektron alıbdır. Burada oksidləşdiricidir. Krom müsbət 2-dən müsbət 3-ə keçibdir. 1 elektron veribdir, müsbət 2 olubdur. Bu ola bilməz. Xlor 1 elektron aldığı üçün xlor -1 olubdur. 1 elektron alıbdır. Ona görə 3 də aiddir oksidləşdirici, yəni özündən kiçiyinə keçir. 0-dan -1-ə keçir. 0-dan -2-yə keçir. Deməli, özündən kiçiyinə keçir. Elektron alıbdır. 2 elektron. Deməli, 4-də oksidləşdiricidir. Natrium 0-dan müsbət 1-ə keçir.
Burada elektron veribdir. Reduksiya edicidir. Deməli 5 də aid deyil. Deməli 1, 3, 4 oksidləşdiricidir. Reduksiya prosesi baş verir. 14-cü sualımıza baxaq. 14-cü sualda metal reaksiya verilibdir. Burada nə qədər metaldan nə qədər elektron keçidi baş verilir, onu göstərilir. Gəlin burada oksidaşma dərəcələrini tapaq. -2, -2. Baxın, metalımızı yazırıq. Metal müsbət 2-yə keçir. Metal 0-dan metal müsbət 2-yə keçid eləyir. Deməli, bu metalımız 2 elektron verir. 2 elektron keçid eləyir. 2 elektron keçid eləyir ki, müsbət 2, bax, 0-dan müsbət 2 olması üçün 2 elektronu verməsi lazımdır. Deməli, 2 elektron verir. Burada 2 olduğu üçün bir metalımız 2 elektron verərək müsbət 2 eləyir. 2 metalımız nə qədər elektron verər? X də bərabər 4 elektron. Deməli, X-in yerində 4 elektron keçid olur. X-in yerində 4 olmalıdır ki, 4 elektron metaldan keçid edir. 15-ci suala baxırıq. 15-ci sualda burada manqanın oksidaşma dərəcələrini tapmalıyıq. Birləşmənin cəmi 0 olmalıdır. Oksigen -2-dir. Kalium müsbət 1-dir. Manqanı tapırıq. Müsbət 7 olacaq manqan burada. Deməli, X müsbət 7. Manqan O2-də oksigen -2, manqan 4. Burada da müsbət 4-dür.